Rusiyada matəm elan olundu və bayraqlar endirildi. Gündəm xəbərin efirində 1 aprel tarixidir və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Rusiyanın Tatarstan Respublikasında yerləşən Nijnekamsk zavodunda baş verən yanğınla müşayiət olunan partlayışla əlaqədar məhz Nijnekamskda 3 günlük matəm elan olunub və bu barədə hadisənin baş verdiyi şəhərin meri Ratmir Belyayev məlumat yayıb. Ratmir Belyayev məlumatında bildirib ki, bölgədə bütün əyləncə və eyni zamanda ictimai tədbirlər tamamilə ləğv edilib və dövlət bayraqları da yarıya qədər endirilib. Qeyd edək ki, ötən gün sizə məhz Rusiyanın ən böyük neft kimya zavodunun həyətində baş verən partlayışla əlaqədar məlumat vermişdik və bugün qeyd edək ki, həmin hadisə ilə bağlı yekun olaraq ölənlərin və yaralıların sayı açıqlanıb ki, 3 nəfər ölüb, 72 nəfər isə yaralanıb. Gündəm xəbər bu məlumatı məhz Rusiya kütləvi informasiya vasitələrinə istinadən diqqətinizə çatdırır.